Salam əziz şagirdlər, əziz balalar. Başlayaq. Bu funksiyanın əsas dövrünü tapaq. Burada bir qaydaya müraciət edək. Demək, y bərabər sinus kx və y bərabər kosinus kx. Bunların dövrü, əsas dövrü t bərabər 2pi böl k'dır. Sinusun kosinusun dövrü isə 2pi'dir. İndi y bərabər sinus kvadratı kx olsa, o zaman bunların dövrü, əsas dövrü pi bölünsün k'dır. K kvadrata görə olsa müsbət olacaq. Nə yazaq da modulda yazıq geçsin. Modulda k'ya. Yəni t bərabər pi bölünsün modulda k'ya. İndi kosinus kvadratı x'in bunun dövrü nə olacaq? Əsas dövrü. 2pi'ni, daha doğrusu pi'ni. Kvadratı var axı üstündə. Böləcəm x'in yanındakı ədədə. Oldu pi bölü 2a bənd. İndi baxıram ikinciyə. 4 çıx 2 sinus x. Bunun qiymətlər çoxluğunu tapaq. Sinusun ən böyük qiyməti 1'dir. Ən kiçik qiyməti -1'dir. Bu da elə də 6. 2, 6 aralığı. A variantı. Üçüncü, y bərabər 1 çıx kosinus kvadrat 5x. Dedi ki, kosinus kvadratı da pi bölünsün k olur. Düzdürmü? Pi bölü modulda k dövr. Pi'ni bölürəm nəyə? X'in yanındakı ədədə 5'ə. Bu da oldu pi bölü 5 A variantı. Dördüncü, kosinus kvadrat 3x çıx sinus kvadrat 3x. Kosinus kvadrat alfa çıx sinus kvadrat alfa. Bizə kosinus 2 alfanı verir. Bu düstura əsasən bu bizə verir kosinus 6 alfa, 6x. Bunun əsas dövrü nə olur? 2pi böl modulda k, yəni 6. İxtisar getdi, qaldı. Pi bölünsün 3. 5-ci. B'nin hansı qiymətində sinus x bərabər 0,5 b bərabərliyi doğrudur? Yəni bu parçada. Demək, sinusa bir dəfə belə deyək də bunu. Sinusa bir dəfə x-a verirəm 3pi bölü 2. Olur sinus 270 dərəcədə -1. Bir dəfə də x-a 2pi verirəm. Sinus 2pi. O da 0'dır. Deməli sinus x bizə deyir ki 0 ilə -1 arasındadır. X sinusun da yerində 0,5 üstə gəlib b'dir. Hər tərəfdən 0,5 çıxıram. Çıx 0,5. Çıx 0,5. 0,5'lər getdi. Qaldı b. Kiçik bərabər -0,5. Böyük bərabər -1,5. B variantı. 6-cı. 6-cı da eyni qaydada. Deməli kosinus x. Bunu bir dəfə eləyəlim. Kosinus x. Kosinus 3pi bölü 2 ilə kosinus pi aralığında olacaq. X-a bir də pi, bir də 3pi bölü 2 verdik. Kosinus pi'də, yəni 180 dərəcədə -1'dir. Kosinus x'in yerinə də yazırıq oradakı a çıx 1 yazılıb onu. Kosinus 3pi bölü 2'də, yəni 270 dərəcədə 0'dır. İndi hər tərəfin üzərinə 1 gələk. 1 üstə gəl 1 üstə gəl 1. Burada 1'lər getdi 0 kiçik bərabər. 1'lər getdi a kiçik bərabər 1. Y variantı. 7-ci.
Deməli, y bərabər sinus 3x təqəl 5-in əsas dövrü. Deməli, k burada nədir? 3-dür. 2 pi böl modulda kaldığından olur 2 pi böl 3. A variantı. Bunun izahını birinci çalışmada vermişdik. Dövrün izahını. 8-ci də k neçədir orada? 4-dür. X-in yanındakıdır. Olur. Dövrü bərabər olur nəyə? 2 pi böl 4'da da ixtisar gedir. Olur pi bölünsün 2. Hara getdi? D variantı. 9-da y bərabər 2 sinus x böl 5, yəni 5'də 1 x-dir. 5'də 1 x olanda dövrü tapmaq üçün 2 pi'ni bölürəm. X'in yanındakı ədədə 5'də 1'ə. Bu da edir neçə? 10 pi. Y variantı. 10-cu sualda y bərabər 3 sinus kvadrat x təqəl 2. Qiymətlər çoxluğunu deyir. Düzdürmü? Bu qiymətlər çoxluğunu tapanda sinusun ən böyük qiyməti 1'dir. Ən kiçik qiyməti mənfi 1'dir, amma kvadrat olduğuna görə mənfi 1 yox, ən kiçik qiyməti 0 olacaq. O da edir 0 üstə gəl 2 bərabər 2. Funksiyanın qiymətlər çoxluğu. Kosinus kvadrat x-in ən böyük qiyməti 1'dir. 5 vur 1'in kvadratı çıx 2, 3. Kosinus kvadratın ən kiçik qiyməti 0'dır. Mənfi 1 olmaz. Çünki mənfi 1'in kvadratı onsuz da müsbət 1'dir. 0 çıx 2, mənfi 2. Cavab oldu nədir? Mənfi 2, 3 aralığı. B variantı. Burada sinusun ən böyük qiyməti var. Bu bütöv sinusun içərisində burada nə yazılırsa yazılsın. Mənası olan sözsüz. Sinusun ən böyük qiyməti 1'dir. Ən kiçik qiyməti mənfi 1'dir. Cavab olur mənfi 5, müsbət 5 aralığı B variantı. Burada da həmçinin yenə kosinusun ən böyük qiyməti 1'dir. 3 vur 1, 3. Ən kiçik qiyməti mənfi 1. 3 vur mənfi 1, mənfi 3. Cavab olur mənfi 3, müsbət 3 aralığı B variantı. A'nın hansı ən kiçik qiymətində bu bərabərlik doğrudur. Baxın bura. Buradan sinus 4x bərabər A çıx 8 böl 3. Sinusun qiyməti, yəni A çıx 8 böl 3. Müsbət 1, mənfi 1 aralığında olur. Çünki sinusun ən kiçik qiyməti mənfi 1, ən böyük qiyməti müsbət 1'dir. Hər tərəfi 3'ə vursaq olur A çıx 8 kiçik bərabər 3, böyük bərabər mənfi 3. Və hər tərəfində üzərinə 8 gəlsək 5 A, bu da 11. Bizə deyir A'nın ən kiçik qiyməti aydın məsələ ki 5'dir. A bərabər 5. 15-də yenə y-in ən böyük qiyməti 1'dir. Ən kiçik qiyməti mənfi 1'dir. Deməli, mənfi 1, müsbət 1 aralığında. Bunu yazanda 2'yə oxşayırlar. C variantı. O 4'də çizi çaşdırmasın. 16'da da həmçinin kosinusun ən böyük qiyməti 1'dir. Ən kiçik qiyməti mənfi 1'dir. Çaşdım. Y variantı. Trigonometrik funksiyaların hansının qrafiki koordinat başlanğıcından keçir? Yəni x, y, x-ə 0 verəndə y-ə də 0 olur. Bu da y bərabər ancaq sinus x-dədir. Sinus 0 dərəcədə 0 dərəcə ilə olsa 0'dır. Qiyməti 0'dır.
C variantı. Bu funksiyanın qiymətlər çoxluğuna baxaq. Yenə sinusu ən böyük qiyməti 1, ən kiçik qiyməti -1-dir. Bir dəfə buna 1 qiymətini veririk. Elədi -3, bir dəfə də 2 çıx, 5 vur -1. Bu da elədi 7. -3, 7 aralığı A variantı. Burada kosinusun ən böyük qiyməti yəni 1-dir. Bir dəfə də 7 çıx, 3 vur -1. 4 və 10. Hara getdi? D variantı. 20-ci çalışmada bizə deyir ki, hansı rübdə y bərabər sinus x və kosinus x funksiyalarının hər ikisi azalandır. Baxın bura. Sinus x funksiyası burada -1 qiymətini alır. Yuxarıda yəni 90 dərəcədə müsbət 1 qiymətini alır. Bu rüblərdə artır. Bizdən azalan istəyir. İkinci və üçüncü rüblərdə azalır. Kosinus x funksiyası 180 dərəcədə məsələn. Bura 180 dərəcədə. Burada -1 qiymətini alır. 0 dərəcədə burada müsbət 1 qiymətini alır. Demək, burada artır. Birinci və ikinci rüblərdə isə azalır. Deməli, orta qrup ikinci rübdə. İkinci rübdə hər ikisi azalır. Demək, y bərabər sinus x və y bərabər kosinus funksiyalarının hansı rübdə hər ikisi artandır? Baxın. Kosinus alfa birinci, bayaq demişdik ki, məsələn, üçüncü və dördüncü rüblərdə artır. Sinus 2 ilə 3-də azalır, 1 ilə 4-də artır. Orta qrup hər ikisinə aid olan qrup 4-cü rüb oldu. C variantı. Deməli, fx bərabər sinus x kosinus x. Bu bizə 2-də 1 sinus 2x verir. Fx üstəgəl f -x. Sinus tək funksiyadırsa, baxın bura. Fx olacaq 2-də 1 sinus 2x. F -x olacaq -2-də 1 sinus 2x. Belə deyək, deyək ki, bu x mənfi olanda bu -2x olur. Sinusda tək funksiya olduğundan mənfini göndərir çölə. Gəldi bura. Ədəddən özündən özünü çıxırıq, nə olur? 0 olur. 22-də. Bu 22. 23-cü çalışmaya baxaq. Yəni fx bərabər sinus x vur kosinus x. Bu bizə yenə elə 2-də 1 sinus 2x verir. O formada yazıb bölə bilər və bunu olduğu kimi yazaq, həll eləyək. Gəlin belə yazaq. Fx bölünsün f -x. Diqqət edin bura. Fx sinus x vur kosinus x-dir. F -x isə sinus -x vur kosinus -x'dir. Kosinus cüz funksiya olduğunda mənfini içəridə yox edir. Sinus tək funksiya olduğunda mənfini çölə göndərir. Burada kosinuslar getdi. Olur sinus x böl -sinus x. İxtisar gedir, qalır -1. -24'də modulda sinus -alfa. Onsuz da sinus bunu müsbət eləyir. Bərabər -sinus alfa. Demək, -sinus alfa modulun qiyməti. Modulun qiyməti gərək 0-dan böyük bərabər olur. Buradan anılır ki, sinus alfa kiçik bərabər 0. Hər tərəfi -1'ə vurduq da. İndi baxaq görək, sinus nə vaxt hansı rüblərdə mənfidir? İkinci və üzrü sayın. Üçüncü və dördüncü rüblərdə. A bəndi. 25'də baxın, modulun cavabı kosinus alfa 0-dan böyük bərabər olmalıdır. O zaman bu kosinusun müsbət olduğu aralıqlar birinci və dördüncü rüblərdir. A bəndi. Bunlardan hansı doğru ola bilməz? Baxın bura. Bu ola bilər. Kosinus alfa
belə dedi və sinüs alfa bunların qiymətlər çoxluğu -1 -1 aralığıdır. Bu ifadə bu araya düşür. Bəli, bax buna baxın indi birisinə. Kökdə 5 bölü 2 kökdə 5 bölü kökdə 4. Yəni surət məxrəcdən böyüksə bu ifadə 1-dən böyükdür. Bu ola bilməz. Deməli birinci ola bilər. İkinci ola bilməz. Elə ola bilməzləri istəyir bizdən. Bu 1. Sonra kökdə 3 bölü 4. Bəli, surət məxrəcdən kiçikdir. Bu ifadə 1-dən kiçikdir. Yəni sözsüz ki, mənfidən də böyükdür. Bu da ola bilər. Bizdən bunu demək bu da 4-cü kökdə 5 çıxır. Kökdə 5 təqribən deyək 2/2. 2/2-dən 4 çıxanda -1/8. -1/8 -1-dən kiçikdir. Demək 4-cü bu da ola bilməz. İkinci və 4-cü Y variantı. Alfa 3-cü rübün bucağıdır. Baxaq bura. Kosinüs alfa çıx. Alfa 3-cü də kosinüs işarəsi mənfi olduğundan modulda kosinüs alfa olacaq, mənfi kosinüs alfa. Vəssalam, modeli kosinüs alfa üstəgəl kosinüs alfa bərabər 2 kosinüs alfa. Burada alfa 4-cü rübün bucağı olanda sinüs alfa modulda üstəgəl sinüs alfa. 4-cü də sinüs mənfi olduğundan bunun cavabı olacaq mənfi sinüs alfa üstəgəl sinüs alfa. Cavab elədi 0. Funksiyalardan hansının dövrü var? Bir dənə sözsüz ki, y bəninin dövrü var. Y bərabər sinüs 3x bölü 2. Sinüsün dövrü 2pi'dir. Burada bir dənə haşiyə çıxaq. Sinüs kx-da 2pi bölü k. Yəni 2pi'ni bölürəm 2-də 3-ə. O deyir 4pi bölü 3 olur. Bunun dövrü. Bu funksiyanın qiymətlər çoxluğunu tapaq. Baxın bura. Üç sinüs kvadrat x yazıram. Üstəgəl 3 kosinüs kvadrat x üstəgəl 4 kosinüs kvadrat x. Yəni bunu cürbəcür yoluna yazmaq olar. Belə yazaq. Sinüs kvadrat üstəgəl kosinüs kvadrat 1'dir. 3 sinüs kvadrat üstəgəl 3 kosinüs kvadrat 3 olacaq. Olur. 3 üstəgəl 4 kosinüs kvadrat x. İndi bunun ən böyük, ən kiçik qiymətini tapaq. 3 üstəgəl 4 vur. Ən böyük 1'dir. 7, bir dəfə də 3 üstəgəl 4 vur. Mənfi 1 yazsaq onsuz da kvadrat müsbət olacaq. Ona görə kvadratın ən kiçik qiyməti 0'dır. 3 üstəgəl 0 bərabər. Qiymətlər çoxluğu oldu. 3, 7 deyilimi? Sən çalışmadı. 3, 7. Demək, yazaq bunu 2 sinüs kvadrat x üstəgəl 3 sinüs kvadrat x 5'i yazdım bu cür. Üstəgəl 3 kosinüs kvadrat x var. Bu ikisi yenə bərabər neçə? 3'ə olur 2 sinüs kvadrat x üstəgəl 3. Bir dəfə 2 vur 1'in kvadrat üstəgəl 3 yazırıq. Bir dəfə 2 vur 0 kvadrat üstəgəl 3. Ən böyük, ən kiçik qiymət. Bu 5, bu da 3. Cavab oldu nə? 3, 5 aralığı. C variantı. Alfa hansı rübün bucağıdır? Baxın bura. Əgər hər ikisi mənfi olarsa, cəm müsbət olmaz. 1 mənfi 1 müsbət olsa, bu kökdə 2 ki bizə təqribən 1/4'ü verir. Kosinüsün ən böyük qiyməti 1'dir axı. Yəni 1 mənfi 1 müsbət olsa, sinüsün ən böyük qiyməti 1'dən kiçik qiyməti mənfi 1 söz yox. 1 mənfi 1 müsbət olsa, bunların cəmi 1/4 eləyəməz. O zaman hər ikisi gərək mütləq müsbət olsun. Sinüs alfa 1-ci və 2-ci rüblərdə müsbətdir. Kosinüs alfa 1-ci və 4-cü rüblərdə müsbətdir. Ortaq rüb hər ikisinin müsbət olduğu rüb 1-ci rüb C variantı. 33'də də yenə sinüs alfa üstəgəl kosinüs alfa bərabər mənfi kök adda 2.
O da təqribən mənfi 1/4. Burada da mütləq hər ikisi mənfi olmalıdır ki, cəm mənfi 1/4 ola bilsin. Hər ikisinin mənfi olduğu rüb 3-cü rübdür. Beta 4-cü rübdürsə, 4-cü rübdə sinusun işarəsi mənfidir. Olur sinus beta çıx sinus beta. Moduldan çıxanda mənfi olur. Olur bu da kosinus beta. 4-cü rübdə kosinus müsbətdə olacaq üstəgəl kosinus beta. Sinusdan sinus çıxırıq 0 edir. 0 da bu ifadəyə vuranda cavab edir 0. Vəssalam. Beta burada ikinci rüb uzaqdır. İkinci rübdə sinusun işarəsi müsbətdir. O zaman moduldan olduğu kimi çıxır olur. Sinus beta çıx. Sinus beta. Bu 0 edəcək. 0 da digər ifadəyə vuranda onsuz da 0 eləyir. Cavab 0. Hər ehtimala basən bunu deyək. Kosinus ikinci rübdə mənfidir. Mötərizə açılanda olur kosinus beta çıx mənfi kosinus beta. Yəni üstəgəl kosinus beta. 2 kosinus beta edir, amma yenə də cavab 0 edir. Bu funksiyanın qiymətlər çoxluğunu tapaq. Sinusun ən böyük qiyməti 1-dir. Oldu kökdə 5 çıx 1 kökdə 4. O da oldu ki, ən kiçik qiyməti sinusun mənfi 1-dir. 5 çıx mənfi 1. O nədir? Kökdə 6. Demək 2-dən kökdə 6-ya. A variant. Burada da yenə eyni qayda. Bir dəfə 5 çıx 1, bir dəfə 5 çıx mənfi 1. Bu 6, bu 4. 4-dən kök 2 çıxdı. 6 da kökün içərisində D variantı. Müqayisə edək. Deməli 4, bu 4 dərəcə getmir. 4 radiandır. 4'ü vururam 57,3 dərəcə olur. İndikilərdə 57 dərəcə götürür. Benim onu 57 götürək. Təqribən 57'də də 4 dəfə 7 28, 4 dəfə 5 20 22. Bu olur nə? Təqribən kosinus 228 dərəcə. Kosinus 228 dərəcə 3-cü rübə düşdüyündə mənfidir. Deməli A mənfi ədəddir. Mənfi ədəd C-dən, yəni 0-dan kiçikdir. C də B-dən. Yəni kosinus 4 dərəcə müsbət olduğundan bundan kiçikdir. Vəssalam. Bu mənfidir, bu 0'dır, bu da müsbətdir. Ardıcılığı qurduq. A, C, B. C variantı. Burada da 5 radian dərəcəyə çevirək. Olur 5 təqribən olur 5 vur 57 dərəcə. Oldu 285 dərəcə. 285 dərəcə 4-cü rübdə düşür. 4-cü rübdə sinusun işarəsi mənfidir. Deməli A mənfi ədəddir. C 0'dır. Mənfi ədəd 0'dan kiçikdir. 0'da B-dən sinus 5'dən müsbət olduğundan 0'da müsbət ədəddən kiçikdir. Bu mənfi, bu 0, bu da müsbət. Yenə A, C, B. B variantı. Funksiyanın qiymətlər çoxluğuna tapaq. Kotangens x-in yerinə yazıram. Kosinus x böl sinus x. Sinuslar getdi. Burada qaldı 2 kosinus x. Demək kosinusun və sinusun ən böyük ən kiçik qiymətlərini tapaq. 2 vur 1, 2. 2 vur mənfi 1. Mənfi 2. Burada bir şey də var ki, kosinus x 1'dirsə, həmin dərəcədə sinus x 0 olur. Demək, burada y normada məsələn, əgər bu məxrəzdəki bu sinus olmasaydı, bu formada olardı. Mənfi 2 müsbət 2 aralığında. Amma baxırıq ki, sinus x gərək 0'dan fərqli ola. Çünki məxrəcdir. Demək, yəni kosinus x 1'dən fərqli ola.
Demək 2 mənfi 2 arasındadır qiymətlər çoxluğu. Amma əyri mötərizə 41-ci çalışmada tangent x'in yerinə yazıram. Sinus x böl kosinus x. Kosinus x'lər ixtisar gedir, qalır 2 sinus x. Burada sinus x bilirik ki, mənfi 1, müsbət 1 aralığındadır. Sinus 1 olduğu yerdə 1 və ya mənfi 1 olduğu yerdə kosinus x 0 olur. Kosinus da burada məxrəzdədir deyə. Deməli, kosinus 0-dan fərqli olmalıdır. Yəni, sinus x müsbət mənfi 1-dən fərqli olmalıdır. Bu o deməkdir ki, bax burada bərabər olmasın. Deməli, mənfi 1 və 1 verək x-a. Deməli, 2 sinus x olur, 2 vurulsun mənfi 1. 2 sinus x 2 vur 1. Yəni, mənfi 2 ilə müsbət 2 aralığında olacaq. Amma adi mötərizə ilə B variantı. Demək, yuxarıda verdiyimiz bu düstura əsasən funksiyanın qiymətlər çoxluğunu tapaq. Ən böyük qiyməti olur kök altında 5-in kvadratı üstəgəl 12-nin kvadratı. Bir kuvveti 25 üstəgəl 144, 169, oradan çıxır 13. Və mənfisi, yəni ən kiçik qiyməti də bu ifadədir. Kökətdə a kvadrat üstəgəl b kvadrat, o da bərabər. Yenə mənfi 5 kvadrat üstəgəl 12-nin kvadratı. Oradan da kök çıxır 13, cavab olur mənfi 13. Demək, qiymətlər çoxluğu nə olur? Mənfi 13 müsbət 13 aralığı Y variantı. Deməli, burada da bu funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün ən böyük ən kiçik qiymətlərdir. Bax, birbaşa yazıram. Müsbət mənfi a kvadrat üstəgəl b kvadrat. Yəni 9-un kvadrat üstəgəl 12-nin kvadratı. 81 üstəgəl 144. 225. Oradan da kök çıxır 15. Demək olur, qiymətlər çoxluğu olur mənfi 15 müsbət 15 aralığı. Yəni bu 43-cü çalışma idi. Sinus 87 dərəcə, yox, kosinus 87 üzrü sayın. 87-nin üzərindən nisəgən də 90, üçgənin 90 dərəcə edir, düzdürmü? Deməli, kosinus 87 sinus 3-ə bərabərdir. Birinci rübdə sinusun qiyməti artır. Deməli, sinus 1 kiçikdir sinus 2 dərəcə, o da kiçikdir sinus 3 dərəcədir. Yəni, A kiçik B kiçikdir C. Bir də qeyd edirik, əgər alfa üstəgəl beta bərabər 90 dərəcədirsə, sinus alfa kosinus beta olur və ya kosinus alfa sinus beta. İndi 87-nin üzərinə 3 gələndə 90 dərəcə edir, düzdürmü? Deməli, sinus 87 kosinus 3 dərəcə edir. Və birinci rübdə kosinus azalandır. Burada belə çıxır ki, kosinus 1 dərəcə böyükdür. Kosinus 2 dərəcədən o da böyükdür. Kosinus 3 dərəcədən. Sinus da tərs gedirdi. Kiçik yazılırdı. Deməli, A böyük B böyük C. Buradan da anlıq ki, C kiçik B kiçikdir A. Görək hansını verir? A böyük B böyük C verir. Yəqin ki, B variantı. Olur 8 böl qiymətlər çoxluğu. Sinusa modla bir daha bir qiymət verirəm. Bunu silək buradan. Oldu 8 böl 2 bərabər 4. Mənfi 1 versəm onsuz da eyni qiymətdir. Çünki moduldur.
Bir dəfə də sinusa nə verirəm bu qiyməti? 0 qiymət verirəm. Bir dəfə 1 verək, bir dəfə 0. 8 böl 1 üstə gəl 0. O da edir 8. Deməli qiymətlər çoxluğu 4, 8. Ən kiçik qiymət 4, ən böyük qiymət 8. C variant. Xeytidə də həmin qayda. Başa 21 bölünsün nə olur? 7 çıx. Bir dəfə 4 vur 0 yazıram. 21 böl 7. Bu da edir neçə? 3. Bir dəfə də modulun ən böyük, modulla kosinüsün ən böyük qiyməti 7 çıx. Modulda 1 yazıram x-in yerinə. Sinus x-in yerinə. Üzürsən kosinüs x-in yerinə. Olur. 21 bölünsün 7 çıx 4, 3. O da edir 7. Oldu 3, 7 aralığı. Müqayisə etsək, baxın bura. Burada dərəcələr müqayisə eləməliyik. Diqqət edin. Sürət eyni olan kəsrlərdən məxrəci kiçik olan böyük olur, məxrəci böyük olan kiçik olur da. Burada 5'də 1 kiçikdir. Buradan yazaq. 5'də 1 kiçikdir, 3'də 1'dən, o da kiçikdir 2'də 1'dən. Deməli kosinus gamma, yox. Beta kiçikdir. Kosinus 3'də 1'dən, yəni alfadan, o da kiçikdir 2'də 1'dən. Kosinus gammadan. Yəni bizə deyib itib uzaqlardır. Axı birinci də demişdik kosinus azalandır. Azalan olduğuna görə dərəcəsi böyük olan kosinus kiçik olur burada. Deməli beta böyükdür alfadan, o da böyükdür gammadan. Amma kosinusuna yazanda isə bu cür olur. Elə ki bayaq kimi. Məsələn bax, bunu 3 dərəcə götürək, bunu 2 dərəcə, bunu 1 dərəcə götürsək, kosinus 3 dərəcə kiçikdir kosinus 2 dərəcədən, o da kiçikdir kosinus 1 dərəcədən olur. Bax, buna uyğun. Elə ki beta, alfa, gamma yerinə dərəcələr yazdım ki alınsın. Və orada kiçik ilə verir. Demək yazırıq gamma kiçikdir, alfa kiçikdir beta. D variantı. Demək 1 üstə gəl kosinus alfa həmişə 0-dan böyük bərabər. Çünki kosinüsün ən böyük, ən kiçik qiyməti mənfi 1'dir, ən böyük qiyməti müsbət 1'dir. Bu aralıqda dəyişdiyindən kosinüsün qiyməti 1 üstə gəl kosinus alfa müsbət olduğunu elə olduğu kimi də yazılır. 1 çıx kosinus alfada da eyni şey sözlər deyə bilərik. Demək, bu da yenə mənfi 1 müsbət 1 aralığında olduğundan modul həmişə 0-dan böyük bərabərdir. O zaman olduğu kimi yazılır. 1 çıx kosinus alfa və salam. Burada kosinus alfa getdi. Cavab oldu 2. D variantı. 50-ci deməli y bərabər kosinus kvadrat x çıx kosinus x-in qiymətlər çoxluğunu tapar. Əvvəl kosinusun ən böyük qiymətin. Kosinus böyüsü olur 1'in kvadrat çıx 1. Bu elədir 0. Kosinusa mənfi 1 qiymətini versək. Mənfi 1 kvadrat çıx mənfi 1. Olur nə? 1 üstə gəl 1. Bu elədir 2. İndi bunu mn ilə tapaq da. Kosinusu burada t ilə əvəz eləsək. Y bərabər t kvadrat çıx t olur. Bunun təpə nöqtəsinin koordinatlarını tapaq. Bu elə ki kvadratik funksiya kimi gedir. Düzdürmü? Kvadratik funksiya. Təpə nöqtəsinin koordinatını bizə nə? Mn lazımdır. M bərabərdir mənfi b bölü 2a. B burada mənfi 1'dir. T'nin yanındakı ədəd. Kəsrin qabağında mənfi var. Böl 2 vur a. A da 1'dir. Bərabər oldu nəyə? 2'də 1. 0,5. N'ni tapmaq üçün m'in qiymətini bunun yerinə, yəni x'in yerinə, yəni t'nin yerinə qoyub həll etməliyik. Və ya n'in başqa bir düstur da var da onu yazmadım. İndi bu m'i yerinə 0,5'i nə vaxt yaza bilərik də bu t'nin yerinə? T kosinus x'dir, düzdürmü? Biz burada kosinus x'i t ilə əvəz eləmişik. Kosinus x bərabər t. Aldığımız
M t'nin qiymətidir. Yəni bu t gərək müsbət 1 mənfi 1 aralığını aşmasın. Müsbət 1. Baxdım ki, m'in qiyməti adım 0.5. Yəni demək 0.5 müsbət 1 mənfi 1 qiymətinin aralığını aşmır. Y bərabər olur t'nin kvadratı, yəni 0.5'in kvadratı. Çıx 1 vur 0.5. 0'dan %25'ten çıxıram 0.5'i mənfi 0'dan %25. Deməli bir qiymət bu aldıq. Bir qiymət bu aldıq. Bir qiymət də bu aldıq. Düzdür? Ən böyüyü 2 oldu. Ən kiçiyi mənfi 0'dan %25. Demək mənfi 0'dan %25'ten 2'ye A variantı. Orada mənfi 4'də 1'nə verim. Buna bir dənə də açıqlama verin. Baxın bura. M'in tapılmasına. Deməli Y bərabər AX kvadrat üstəgəl BX üstəgəl C'də N'ni bəzən çox vaxt mənfi diskriminant bölü 4A ilə tapırıq. Amma belə bir düsturda var. M'i tapırıq mənfi B bölü 2A. Sonra M'in qiymətini X'in yerinə qoymaqla N taha bilərik. N'in düsturu düzdür. Belə bir düstur da var. Amma burada X tapınından sonra burada rahatçılıq olur da. AM kvadrat üstəgəl BM üstəgəl C kimi də yaza bilərik. İşte növbətiyə. Orada birbaşa sinus 3x vur kosinus 3x'i ortaq vurux götürürəm. Qalır nə? Sinus kvadrat 3x üstəgəl kosinus kvadrat 3x mötərizə bu qalır. Sinus kvadrat 3x üstəgəl kosinus kvadrat 3x bu ikisinin cəm 1'ə bərabərdir. Sinus 3x kosinus 3x'e gələndə isə demək bizim düsturumuz var sinus x vur kosinus x. Sinus 2x'dir. Yəni 2 vur sinus x kosinus sinus 2x. Burada 3x olanda necə ki bu x 2'ye vurulub 2x yazılmadı. Yəni bu 3x daha 2'ye vurulur 6x yazılır. Demək sinus 6x. Demək sinus 3x kosinus 3x isə olur. Axı burada 2 vurğu yoxdur. 2'də 1 sinus 6x olur. Vurulsun 1. O deyilir 2'də 1 sinus 6x. Sinusun əsas dövrü 2 pi'dir. Sinus x olanda. 2 pi'ni bölürəm burada nəyə? X'in yanındakı ədədə sinus kx'in elə bir əsas dövrü 2 pi böl k'dır. Yəni 2 pi böl k da x'in yanındakı ədəd 6. O da edir pi bölünsün 3 D variantı. Demək burada 52-ci çalışmaya baxaq. Bayaq 42-ci çalışmada bu izah vermişdim. Qaytardım ora səhifəni. Y bərabər 3 sinus x çıx 2 kosinus x. Bu funksiyanın ala biləcəyi natural qiymətlərin cəmini tapın. Əvvəl ala bir qiymətlər hansı aralaqda qiymət var onu baxaq. Məsələn müsbət mənfi ilə olur a kvadrat üstəgəl b kvadrat. 3'ün kvadratı üstəgəl mənfi 2'in kvadratı deyil 2'in kvadratı deməkdir. Müsbət mənfi 9 üstəgəl 4 13. Demək bu funksiya köşdə 13 ilə mənfi köşdə 13 arasındadır. Bu aradakı natural ədədlər hansılardır? 1'dir, 2'dir, 3'dür. 4 olmaz. Çünki 4 köşdə 16'dır. 13'ü keçər. Ona görə də orada. Bizdən bu ədədlərin cəmini istəyir. Y variantı. Bərabərliklərdən hansıları doğru ola bilməz? Baxın bura. Kosinus 10 dərəcə 1'dən kiçikdir. Məsələn deyək 0 neçədə? Məsələn 1'i bölürəm 0,10'da 1'ə məsəl üçün. Bu ədəd 1'dən böyük olacaq. Mütləq. Ona görə sinusun da qiyməti 1'dən böyük ola bilməz. Bu ifadə 1'dən böyükdür axı.
Bu ola bilməz. Bir cavabımız oldu bu. M böl M üstə gəlin və hər ikisi də müsbətdir. Burada baxırıq ki, surət məxrəcdən kiçikdir. Surət məxrəcdən kiçikdirsə, bunun qiyməti artıq 0 tamlandı. 0 tam neçə və s. Yəni bu kəsir bir sözlə 1-dən mütləq kiçikdir. Sözsüz ki, hər iki 0-dan böyük olduğuna görə 0-dan da böyükdür. Demək, bu ola bilər. Bunu qoyduq qırağa. Ola bilər. Bizdə ola bilməzlər soruşur. 3-cü dərəcədən 82, bax bu ifadə. 4-cü dərəcədən. Bu 4-cü dərəcədən 81, bilirik ki, 3-dür. 82 də bundan böyükdür. Yəni 3-dən böyükdür. Bu ifadə 3-dən böyükdürsə, indi belə deyək də, məsələn, deyək 3/1. Deməli, təqribən deyək, məsələn, bu ifadə bərabər 3/1 çıxılsın 4. Mənfi 0/9. Düzdürmü? Ola bilər. Çünki kosinus mənfi 1, müsbət 1 aralığındadır. Və ya, baxın, belə yaza bilər. Bu ifadə böyükdür 4-cü dərəcədən 81. Yəni 3/4-dən. Yəni mənfi 1-dən. Mənfi 1-dən böyükdür. Sözsüz ki, 0-dan da kiçikdir bu ifadə. Bu ola bilər. Bunu da qoyduq qırağa. Bizdən ola bilməzləri soruşur. Keçək indi 4-cüyə. Sinus alfa bərabər M üstə gəl N, M vur M 1-dir. Ya məsələn, burada hər ikisi 1 də ola bilər. Onda o zaman 1 üstə gəl 1. Sözsüz ki, 2 və ya 1-dən böyük olacaq. Və yaxud məsələn, qarşılıqlı təsəvvürdən hasili 1-dir. Məsələn, bu M-dirsə, tutalım məsələn, bu 2-dirsə, N 2-də 1-dir. 2-nin üstünə 2-də 1 gəlsək, 2/2-də 1. Bir sözlə bu ifadə 1-dən böyükdür, ola bilməz. Kosinus alfa, bunu tənasüb kimi həll etsək olur. Kosinus alfa vur sinus alfa bərabər 0/6-ya hər tərəfi 2-yə vuraq. 2 kosinus alfa, sinus alfa bizə sinus 2 alfanı verir. O da bərabər 1/2. 1/2 1-dən böyükdür. Bu da ola bilməz. Demək 1, 4, 5. D variantı. Yəni bu çalışmada 42-ci və 52-ci çalışmada izah etdiyimiz kimi bunun ən böyük ən kiçik qiymətini tapanda necə tapırdıq? Müsbət, mənfi. 5-in kvadratı üstə gəl 12-nin kvadratı. Bu da 25 üstə gəl 144 eləyir neçə? 169. Oradan da kök çıxır 13. Funksiyanın qiymətləri mənfi 13 müsbət 13 aralığında dəyişir, düzdürmü? Bu qiymətlər çoxluğunda ən böyük ədəd elə 13-ün özüdür. 55-də düstur kimi açaq onu. Deməli 1 üstə gəl 2a üstə gəl a kvadratı bərabər 1 üstə gəl a sinus x. Birlər getdi. Buradan deməli 2 dənə ifadəni keçid edirəm digər tərəfə. Olur a sinus x çıx a kvadrat çıx 2a bərabər 0. Burada a-nı ortaqlığa götürsək sinus x çıx a çıx 2 bərabər 0. Bir dəfə yazırıq a bərabər 0. Deməli bir dənə həll tapdıq. Bir dəfə sinus x çıx a çıx 2 bərabər 0. Sinus x buradan bərabərdir a üstə gəl 2-yə. Sinusun tam qiymətləri. Demək burada bir dəfə yazırıq a üstə gəl 2 bərabər 0-a. Sinus 0-a bərabər tam qiyməti deməli a üstə gəl 2 bərabərdir mənfi 1-ə. A üstə gəl 2 bərabər 1-ə. İndi bunları həll edək. Buradan nə alınır? A bərabər mənfi 2.
Bu birisinden alınır. A bərabər mənfi 1 çıx 2 mənfi 3. Buradan da A bərabərdir 1 çıx 2 mənfi 1. Demək neçə dənə qiymət oldu? 4 dənə. Demək 5 kosinüs alfadan böyük olduğundan moduldan çıxanda olur 5 çıx kosinüs alfa. Üstəgəl bu birisi də olacaq 3 çıx sinüs alfa bərabər 7. İndi mötərizə yazsaq bu formada. Yəni heç yazmayayım. Mənfi kosinüs alfa çıx sinüs alfa bərabər 7 çıx 3 çıx 5. O da 7 çıx 3 çıx 5 edir mənfi 1. Hər tərəf mənfi 1'ə vursam olur. Kosinüs alfa üstəgəl sinüs alfa isə cavab olur 1. Əssalam. Demək, y bərabər sinüs kx və ya sinüs kx üstəgəl b-nin əsas dövrü t bərabərdir 2pi böl k, yəni modulda k. Belə, bizə deyir ki, bunun əsas dövrü, bu funksiyanın əsas dövrü pi bölünsün 5'dir. Demək, k burada nədir? X-in yanında deyənə nədir? T bərabərdir bura 2pi bölünsün a kvadrat çıx 15 bərabərdir pi bölünsün 5'e. A kvadrat çıx 15'i də modulda yazacaq düstura görə. Bunu həll edək. Pinlər 7 burada modulda a kvadrat çıx 15 bərabərdir 2 vur 5 10'a. Bir dəfə yazırıq a kvadrat çıx 15 bərabər 10. Bir dəfə də a kvadrat çıx 15 bərabərdir mənfi 10. Buradan alınır a kvadratı bərabərdir mənfi 10 üstəgəl 15 5'ə. Buradan da alınır a kvadrat bərabər 25'ə. Demək, a bərabər müsbət mənfi 5 burada eləyir. Müsbət mənfi kökdə 5 burada eləyir. Deməli, 2 dənə a-nın 2 qiyməti burada, 2 qiyməti burada. Cavab nə olur? A-nın 4 qiymətində. Demək, 58-də də həmin qaydadır. Dövrü pi, 2 pini bölürəm. A kvadrat çıx 30'a bərabər olur. Pi bölünsün 3'ə. Üzrü sayın modulda. Buradan modulda a kvadrat çıx 30 bərabər 2 vur 3 6. Bir dəfə a kvadrat çıx 30 bərabər müsbət 6 götürürük. Bir dəfə də a kvadrat çıx 30 bərabər mənfi 6 götürürük. Buradan a kvadrat bərabər 36, a bərabər müsbət mənfi 6. Buradan da a kvadrat bərabər mənfi 6 üstəgəl 30. Mənfi 6 üstəgəl 30 24. A bərabər müsbət mənfi kökdə 24, yəni 2 kök altda 6. A-nın demək 4 dənə qiyməti. İkisi burada, ikisi burada. Cavab nə yazılır? 4. Demək, sinüs x-in dövrü, sinüs kx-in dövrü. T bərabər 2 pi bölünsün modulda k-dır. Demək, burada nə olacaq? 2 pini böləcəyik 3'ə. Vəssalam. Əsas dövrü 2 pi bölürsə. Birinciyə aid oldu nə? Y variantı. Sinüs kvadrat x-in dövrü isə pi'dir. Vəssalam, bunun dövrü pi'dir. Bunun t bərabər pi'dir. Sonra üçüncü kosinüs kvadrat 3x demək. Birincidə pi hansıdır? İkinciyə aid oldu. A bənd kosinüs kvadrat 3x-də də olur nə? Kosinüs kvadrat x-in dövrü pi'dir. Kosinüs kvadrat 3x-in də dövrü olacaq. Pi bölünsün 3. B variantı.
61-ci. Kosinus 5x'in dövrü t bərabər 2 pi bölünsün 5 olacaq. Y variantı birinci aid. İkinci 3 kosinus kvadrat x'in dövrü. Kosinus kvadrat x'in dövrü pi'dir. Əsas dövrü yəni. Pi'dir. Cavab oldu A variantı. Üçüncü sinüs kvadratı x'in dövrü pi'dir. Sinüs kvadrat 5x'de olur. Pi böl 5 yani pi bölünsün k. Üzür sen 2 pi karıştırdım. Demek pi bölünsün 5. Anda gitti bu D variantı. Beynim karıştı. Şimdi keçək 61'e. 61'də demək bizdən ən böyük qiymət və qiymətlər çoxluğunu istəyir. Baxaq. Birinci. Y bərabər 2 sinus 3x. Sinusun ən böyük qiyməti 1'dir, düzdürmü? 2 vur 1. Ən kiçik qiyməti mənfi 1'dir. 2 vur mənfi 1. Deməli, qiymətlər çoxluğu olacaq mənfi 2, müsbət 2 aralığında olacaq. Və ən böyük qiyməti 2 oldu. Deməli, bir dənə D variantı düz gəlir. Qiymətlər çoxluğu mənfi 1, müsbət 1. İkinci, Y bərabər 3 sinus kvadrat x. Yenə ən böyük qiyməti sinusun 1'dir. 3 vur 1'in kvadratı bərabər 3'ə. Sinusun ən kiçik qiyməti 1'dir. Kvadrat olduğuna görə 1'i götürmürük. Kvadratın ən kiçik qiyməti 0 olur. Demək olur qiymətlər çoxluğu 0, 3 aralığı. B variantı. Üçüncü, Y bərabər mütləq qiymətcə sinus 3x. Ən böyük qiyməti 1'dir, yəni modulda 1 edir. Ən kiçik qiyməti, modulun ən kiçik qiyməti mənfi ola bilmir sözsüz 0 yazacaq. Deməli, qiymətlər çoxluğu 0-1 aralığıdır. Ən böyük qiyməti isə 1'dir. A bəndi ilə və salam başqa variant düz gəlmədi. Bir dənə A bəndi düz gəldi. Funksiya üçün də uyğunluğu müəyyən edək. Qiymətlər çoxluğunu tapaq və ən böyük qiyməti. Kosinusun ən böyük qiyməti nədir? 1'dir. Ən kiçik qiyməti mənfi 1'dir. Yəni bütöv bir kosinus. Deməli oldu nə? Mənfi 2, müsbət 2 aralığı. Ən böyük qiyməti 1'ə bərabər deyil, ən böyük qiyməti 2'dir. Bu aid olduğu nə? C variantı. Burada yenə kosinusun ən böyük qiyməti 1'də olur. Vur 1'in kvadratı 3. Kosinus kvadratının ən kiçik qiyməti 0'dır. Deməli 0, 3 aralığı. B variantı. Üçüncüdə bunun da modulda deməli kosinus 3x'in ən böyük qiyməti 1'dir. Ən kiçik qiyməti nədir? 0'dır. Çünki mənfi ola bilmir. Deməli oldu nə? 0, 1 aralığı qiymətlər çoxluğu. Ən böyük qiyməti də 1. Y variantı. Y bərabər sinus x funksiyası. Əsas dövrü 2 pi'dir, yox. Deməli, birinci, ikinci rübdə müsbətdir. Bəli, bu B variantı buna uyğun gəldi. Sonra və hansı rübdə artan olduğunu istəyir. Sinus. Deməli, 4-cü və 1-ci rüblərdə artan funksiyadır. D variantı. 1-ci rübdə artandır. İndi ikinciyə baxaq. Y bərabər kosinus x funksiyası. Birinci, 4-cü rübdə müsbətdir. Var orada, yox.
dövrü, əsas dövrü 2pi'dir? Yox. Hansı rüblərdə görək artandı? Deməli, kosinus 1 və 2-də azalır. 3 ilə 4-də artır. 3-cü rübdə artandı. C variantı. Üçüncü y bərabər kotaniyes x. Əsas dövrü pi'dir, bəli. A variantı. İkinci rübdə müsbətdir, xeyr. Üçüncü rübdə artan deyil. Kotaniyes ümumiyyətlə azalan funksiyadır. Y bərabər kotaniyes x azalan funksiyadır. Birinci rübdə artandır. Bəli. Üzr istəyirəm, azalan funksiyadır, fikrim getdi. Üçüncü rübdə müsbətdir. Bəli, A və Y. Demək, Y bərabər sinus x. Bayaq nə dedik? Sinus x birinci və dördüncü rüblərdə artan. Deməli, dördüncü rüblərdə artandır. Əsas dövrü isə 2pi'dir. Sinus x ikinci və üçüncü rüblərdə azalandır. B bəndi, üçüncü rübdə azalan. Ümumiyyətlə yadınızda qalsın. Birinci rübdə sinusla tangens artandır. Kotangenslə kosinus azalandır. Bu belə. Demək, ikinciyə baxaq. Kosinus x. Üçüncü və dördüncü rübdə artan. 1 və 2-də nədir? Azalan. Birinci rübdə azalan A bəndi. Üçüncü rübdə dedik, xeyr artandır. Üçüncü rübdə müsbətdir, xeyr. Dördüncü rübdə müsbətdir. D bəndi. Əsas dövrdə pi deyil, 2pi'dir. Üçüncü tangens alfa. Tangens alfa ümumiyyətlə artan funksiyadır. Qrafik məsələn bu formadadır. Bütün rüblərdə artır tangens. Əsas dövrü pi'dir, Y bəndi. 1 və 3-də müsbətdir. Birinci və üçüncü rüblərdə müsbətdir. C variantı. Əlifba sırasını əməl eləməlisə C-yə, Y-C yazsa səhv götürərlər. Demək, bizim belə bir düsturumuz var. Sinus 2 sinus x vur kosinus x bizə verir sinus 2x, düzdür mü? İndi bunu surət məxrəcini 2-yə vuraq, vur 2 vur 2 belə yazaq. 2 sinus 3x kosinus 3x isə bizə verəcək nəyi? Sinus 6x. Məxrəcdəki 2 qaldı, yəni bunu 2-də 1 kimi yazaq. Və ya məxrəcinə 2 yazaq. Bunun qiymətlər çoxluğunu istəyir bizdən. Qiymətlər sinusun ən böyük qiyməti 1, ən kiçik qiyməti -1. Olacaq nə? -2-də 1 və müsbət 2-də 1 aralığı. Yəni Y variantı -0.5, müsbət 0.5. Birincini tapdıq. İndi baxaq bura. Belə bir düsturumuz var. Kosinus kvadrat x çıx sinus kvadrat x bərabər kosinus 2x. Yəni bu x'lər vurduq 2-yə. Ona əsasən bu düsturda olur. Kosinus 4x olur. Ən kiçik qiyməti -1, ən böyük qiyməti 1. Bu nə variantı oldu? D variantı. Baxaq üçüncüsünə. Və belə bir düsturumuz var bizim. A sinus x üstə gəl. B kosinus x. İndi sinus x kosinus x-ə aid deyil. Bu. Yəni A sinus kx üstə gəl. B kosinus kx. Bunlar eyni olmalıdır.
Bunun en büyük, en kiçik qiyməti, en büyük qiyməti müsbəti, en kiçik qiyməti mənfisi. Olur kök adda a kvadrat üstəgəl b kvadrat. Yəni burada a 1'dir, b-də kökdə ölçüsü də. Olur müsbət mənfi kök adda 1'in kvadrat üstəgəl kökdə 3'ün kvadratı. Burada kvadrat bu kökü aparır. Kök adda 1 üstəgəl 3. Kök adda 4. O da eləyir 2. Müsbət mənfiləri gətirək yerinə. En büyük qiymət müsbət 2, en kiçik qiymət mənfi 2. Yəni qiymətlər çoxluğu oldu. B bəndi mənfi 2, müsbət 2 aralığı. Deməli 66'da y bərabər sinüs 2x vur kosinüs 2x. Bunun surət məqasını 2'ye vursaq 2 sinüs 2x kosinüs 2x bizə nəyi verir? Sinüs 4x verir. Məxrəcində bu 2 qaldı. Bu düstura əsasən. Bayaq dediyimiz kimi. Sinüsün en büyük qiyməti nədir? 1'dir. Oldu 2'də 1. Bunun en büyük qiyməti 1. En kiçik qiyməti nədir? En kiçik qiymətdə mənfi 1 olacaq. Mənfi 2'də 1. Mənfi 2'də 1'dən müsbət 2'də 1 aralıq. Bu oldu bunun qiymətlər çoxluğu. C variantı. Əsas dövrü pi bölü 4 deyil. Yox. Burada bunun əsas dövrü 2 pini bölürəm. X'in yanındakı da 4'ə. Olur pi bölü 2. Bu olmadı. İndi ikinci. Kosinüs kvadratı 4x. Çıx sinüs kvadratı 4x. Bu da bayaq dediyimiz kimi bu düstura əsasən olur nə? Kosinüs 8x. En büyük qiyməti 1'dir, en kiçik qiyməti mənfi 1'dir. Bir dənə variant burada D variantıdır. Bir də əsas dövrü nədir? Bunun kosinüsün dövrü 2pi'dir. Axı 2pi'ni bölürəm x'in yanındakı da 8'ə. O da ixtisar gedir olur pi böl 4. Deməli əsas dövrü oldu pi böl 4. D və Y bəndi. Keçək 3-cü. Y bərabər 3 sinüs x çıxılsın 1. En büyük en kiçik qiymətini tapaq bunun. Olur sinüsün en büyük qiyməti 1'dir. 3 vur 1 çıx 1 eləyir 2. 3 vur mənfi 1 çıx 1 eləyir mənfi 4. Mənfi 4 2 aralığı. B variantı. Mənfi 4 2 aralığı bu 1. Bir də əsas dövrü nədir? 2 pi'dir. Sinüsün dövrü 2 pi. Onda A variantı bundan əvvəl yazaq. A və B. Sinüs alfa bilirik ki qarşı katetin hipotenuza nisbətidir. Pifaqor ədədlərinə görə katetin 1 4 hipotenuz 5 olanda digər katet 3 olacaq. Bunu bildik. Buradan kosinüs alfanı tapaq. Kosinüs alfa nəyə bərabərdir? Bitişik katetin, yəni alfaya bitişik katetin hipotenuza nisbəti. 3 böl 5 və 0,6. İndi sinüs 5'də 4 olanda rüv verməyib. Demək kosinüs burada həm müsbət 0,6 ola bilər. Həm mənfi 0,6. Elə necə olur o? Buradan sinüs alfa bərabər. Yox. Kosinüs alfa bərabər. Müsbət mənfi kökdə 1 çıx. Sinüs kvadrat alfa edir də bu. Yəni müsbət mənfi 1 çıx. Sinüs kvadrat bu da 5'də 4 0,8'dir. Birdən 0'dan %64 çıxıram. 0'dan %36 edir. Deneydə yazmışam. 0'dan %36. Oradan da kök çıxır. Müsbət mənfi 0,6. Çünki burada alfa iti də ola bilər, kör də ola bilər. Bunu bildik. İndi keçək bunun ikincisinə. Bir dəqiqə birinci C variantı. İkinci sinüs alfa bərabər
5'te 3. Yine buradan da sinüs alfa beraber kök attı müsbət mənfi ilə 1 çıx. Kosinüs yazmaqdan sinüs yazdım yani. Bir çıx sinüs kvadrat alfa yani 0.6'nın kvadratı. 1'dən 0.36'nı çıxıram. 0.64 o deyir 0.8. İkinci ayda oldu. Y variantı. Bakın deməli üçüncüdə bizə deyir sinüs alfa bərabər kökətdə 2/2. Sinüs 45 dərəcədə kökdə 2/2'dir. Deməli 2 alfa bərabər 90 dərəcə ola bilər. İndi bu sinüs təkcə 45'də deyil də kökdə 2/2. 45'də də ola bilər, 135'də də ola bilər. O sinüs alfanın tənliklərə sinüs x bərabər a tənliyinin üstür və onu keçməm istəyir də burada onu demirəm. Bu ədədlər ola bilər. İndi bizə burada lazım olan bunlardır. Deməli 2 alfa 90 ola bilər. Bəli, alfa 45 olarsa 2 alfa 90 ola bilər. A bəndi. Bir də alfa ilə qonşu olan bucaq alfadan üç dəfə böyük ola bilər. Məsələn, bu 45 dərəcədirsə 45'in qonşusu 135'də 180 dərəcədən 45'i çıxırıq. Bəli, ola həmişə belə deyil. Ha, sadəcə ola bilər deyir, demək düz deyil. Ola bilər. Bu da belə. Demək 0,2 parçasında y bərabər 1 düz xəttinin sinüs x və kosinüs x ilə kəsbi nöqtələrini tapaq. Deməli sinüs x bərabər 1-dirsə 0 və 90 dərəcə arasında 0,2 pi parçasında bir dəfə bir qiymətini alır. O da x bərabər 90 dərəcədə. Yəni pi bölünsün 2'də. Kosinüs x bərabər 1 olanda o da kosinüs 0. 2 pi parçasında 0 dərəcədə bir qiymətini alır. Amma 0'ın mötərəsi bax belə verib. Diqqət edin. Bunu düz verib, bunu əyri. 0 ait deyil. Deməli biz burada 2 pini götürəcəyik. 2 pidə, yəni 360 dərəcədə kosinüs 1 qiymətini alır. Deməli 90 dərəcədə A nöqtəsi oldu bura. B nöqtəsi də oldu. X funksiyasının qrafikidir, amma qaranı da götürürəm fx funksiyasının qrafiki. Düzəldək. Bizdən AB parçasının uzunluğu və buranı istəyir bizdən. Bura qədər nə qədərdir? 2 pi. Bura qədər nə qədərdir? Pi bölü 2. Yəni biz 2 pi'dən pi bölü 2'ni çıxırıq. O da edir nə? 3 pi bölü 2. Bu dəfə bizə deyir ki 69'da 0,2 parçasında 0,2 pi demək buranı dolu verir. O zaman 0'dan 2 pi belə götürdük. Bu parçada fx sinüs x funksiyasının qrafikindən y bərabər -1 düz xəttinin kəsişməsini tapaq. -1 burada, düzdür mü? Deməli sinüs x bərabər -1. Bu parçada x ancaq 270 dərəcədə. Yəni 3 pi bölünsün 2'də fx funksiyası. 3 bölü 2 -1 3 bölü 2'də kəsişəcəklər. Fx funksiyası var düşdü var bura. Buranı götürək nə? A nöqtəsi. İndi yazıram kosinüs x.
bərabər -1. Kosinus nə var? -1'dir. 0,2 pi parçasında x bərabər 180 dərəcədə. Yəni pi-də. Kosinus x-in qrafiki bu hamı göy xətti. Pi-də yəni 180 dərəcə və düşdü bura. B nöqtəsi düşdü bura. Bizdən bax bu məsafəni istəyir. Yəni buradan buraya qədər nə qədərdir? 3 pi bölü 2 çıxıram pi-ni. Qalır bu hissə. O deyir 2'də 2 pi götürək bunu rahat olsun. O deyir pi bölünsün 2. Vəssalam. Deməli fx bərabər sinus x funksiyasının -pi və 2 pi aralığında ən böyük qiymətini A nöqtəsində, deməli -pi və 2 pi aralığında. Sinus x-in ən böyük qiyməti bilirik ki 1'dir. O x bərabər pi bölü 2'də 90 dərəcə alacaq qiyməti. Və sinus x-in ən kiçik qiyməti -1'dir. Və onu 90 dərəcədə alacaq qiyməti. Yox, üzrü sayını -90 dərəcədə yəni. Bir də müsbət 270 dərəcədə. Yəni -pi bölü 2 ilə 3 pi bölünsün 2'dən. Deməli sinus x 1. 1 götürək. Neçədə aldı? 90 dərəcə. Yəni pi bölü 2'də. Pi bölü 2'də 0-dan pi aralığındadır. Düşdü bura. Bura oldu A nöqtəsi. İndi x-ə -1'in qiymətini -90'dan 270'də alır, düzdür mü? 270 180'dən 2 pin arasındadır. Yəni -1 də burada götürək. Bura 0'da məxrəc. Bir bura düşdü. Bir tərəfi silək. Bir də -pi bölü 2. -pi bölü 2 də buradır. Üç bucağı qurduq. BC. Bizdən ABC üçbucağın sahəsini istəyir. Üçbucağın sahəsini tapmaq üçün bizə nə lazımdır burada? Hündürlük lazımdır. Bunu hündürlük lazımdır. S bərabər 2'də 1 A vurulsun H A olur da. Bunun rəngi biraz müxtəlif götürək. A olacaq bu hissə. H-da olacaq bu hissə. Buradan bura məsafə 1'dir. Axı bura -1'dir. Burada 1'dir. Məsafə kimi 1'dir. H oldu 1 üstə gəlir 1, 2. Bunu bilirik. Bəs A neçədir? A-nı tapmaq üçün biz bu qiymətdən baxın bura. Bura ilə buranı toplamalıyıq da. Yəni bununla bunu toplamalıyım. Aşağını silək, aşağıda rahat həll edək. A bərabər oldu. Bax bu -pi bölü 2 olmur, müsbət pi bölü 2 olur. Çünki məsafədən gedir söhbət. Üstə gəl bax bu hissədə 3 pi bölü 2. O deyir 4 pi bölü 2, o deyir 2 pi. S bərabər 2'də 1 vur, A vur H-a. Yəni A 2 pi vurulsun H-a. H-da 2'dir. Vəssalam. 2 ilə 2 getdi qaldı. Cavab oldu 2 pi. Deməli fx bərabər kosinus funksiyası 0,2 pi parçasında ən böyük qiymətlərin AB-də ən kiçik C-də alır. ABC üçbucağın sahəsində bax. Deməli 0,2 pi parçasında kosinus x-in belə deyil, ən böyük qiyməti 1'dir. Ən kiçik qiymət -1'dir. -1'i alır pi-də, yəni 180 dərəcədə. 1'i də alır 0'da, bir də 360'da. Yəni 0'da, bir də 2 pi-də. Qrafik quraq, bunu həll edək. 360 dərəcə buranı götürək. Bir dəqiqə durun.
Üzeri sayın. 360 derece buranı götürək. Ortanı götürək pi və qrafiki çəkməyə rahat bacarım. 0. Demək, x 0 olanda kosinus x 1 olur, düzdürmü? 0 olanda 1 olur. Nöqtənin biri bura. X bir də x 2 pi olanda yenə 1 olur. 360'da yenə 1. Və x pi olanda kosinus cavabı mənfi 1 olur. Və bu üçbucağın sahəsini tapaq. Bura olsun A, bura olsun B, burada olsun C. Yəni S bərabər üçbucağın sahəsi 2'də 1 A vur H adı, düzdürmü? A bu hissə olacaq. Nəyə bərabərdir uzunluq? 2 pi. Buradan bura qədər 2 pi'dir. Bəs hündürlük nə qədərdir? Üçbucağın hündürlüyü. Burada düzdür, yaxşı qurmamışıq. Neyse. Buradan hündürlüyü çəkək bura. Buradan bura məsafə bax 1'dir. Bu məsafə də buradan 1'dir. Hündürlüyü oldu nə? 2. Vur 2. Yəni hündürlüyün yerinə yazdıq 2. 2 ilə 2 gedir, olur 2 pi. Əssalam. 0-90 dərəcə aralığında fx bərabər sinus x və kosinus x bərabər kosinus funksiyalarının qrafiklərinin kəsmə nöqtəsindən 12 soxuna qədər məsafə. Bunların kəsmə nöqtəsi nə vaxtdır? 0-90'da kəsmə nöqtəsində bir-birinə bərabər olmalıdır. O da x bərabər 45 dərəcədə olur. Yəni pi bölünsün 4. Sinus da pi bölü 4'də bərabərdir kosinus pi bölü 4, o da kök altda 2 bölünsün 2'dir. Şəkil biraz. Demək 45 dərəcədə kökdə 2 bölü 2. Kökdə 2 bölü 2'də təqribən 1/4 bölü 2'də. Kökdə 2 təqribən 1/4. 0,7 təqribən. Təqribən buralara düşəcəkdir. Kök altda 2 bölü 2 yazıram ama bunu. Yine bu nöqtədən apsis soxuna qədər məsafə, o x soxuna qədər məsafə buranı istəyir. Burayla bu da məsafə. Cavab kökdə 2 bölü 2. Sana. İndi 73'ə baxaq. Allah'ın köməyi ilə bunu bitirək. Pi 3 bölü 2 aralığında sinus x bərabər kosinus x. Ancaq yəni 180 ilə 270 arasında. 180 üstəgəl 45'də eyni olacaq. X bərabər elə bir ki, belə deyək də. Üçüncü de var burada. Birbirine bərabər olması üçün x bərabər 180 dərəcə üstəgəl 45 dərəcədə 225 dərəcədə bunların qiyməti eyni olacaq. İndi sinus 225 dərəcədə hər ikisinin qiyməti mənfi kök altda 2 bölü 2'dir. Buradan bizə nə deyir? Yenə o x soxuna qədər məsafə. Bu nöqtədən o x soxuna qədər məsafə ilə bu burada da. Amma müsbət kökdə 2 bölü 2 olur da məsafə. Əssalam. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar.
İnşallah qismət olsa növbəti videolarda hazırlayarıq. Sağ olun, Allah amanında. Salam əziz şagirdlər, əziz balalar. Başlayaq. Bu funksiyanın əsas dövrünü tapaq. Burada bir qaydaya müraciət edək. Demək, y bərabər sinus kx və y bərabər kosinus kx. Bunların dövrü, əsas dövrü t bərabər 2pi böl k'dır. Sinusun kosinusun dövrü isə 2pi'dir. İndi y bərabər sinus kvadratı kx olsa, o zaman bunların dövrü, əsas dövrü pi bölünsün k'dır. K kvadrata görə o da müsbət olacaq. Yazaq da modulda yazıq geçsin. Modulda k'ya. Yəni t bərabər pi bölünsün modulda k'ya. İndi kosinus kvadratı x'in dövrü nə olacaq? Əsas dövrü. 2pi'ni, daha doğrusu pi'ni. Kvadratı var axı üstündə. Böləcəm x'in yanındakı ədədə. Oldu pi bölü 2a bənd. İndi baxıram ikinciyə. 4 çıx 2 sinus x. Bunun qiymətlər çoxluğunu tapaq. Sinusun ən böyük qiyməti 1'dir. Ən kiçik qiyməti mənfi 1'dir. Bu da elə də 6. 2, 6 aralığı. A variantı. Üçüncü, y bərabər 1 çıx kosinus kvadrat 5x. Dedik ki, kosinus kvadratı da pi bölmüsün k olur. Düzdürmü? Pi bölü modulda k dövr. Pi'ni bölürəm nəyə? X'in yanındakı ədədə 5'e. Bu da oldu pi bölü 5 A variantı. Dördüncü, kosinus kvadrat 3x çıx sinus kvadrat 3x. Kosinus kvadrat alfa çıx sinus kvadrat alfa. Bizə kosinus 2 alfanı verir. Bu düstura əsasən bu bizə verir kosinus 6 alfa, 6x. Bunun əsas dövrü nə olur? 2pi böl modulda k, yəni 6. İxtisar getdi qaldı. Pi bölünsün 3.